Salam dostlar. Yenə də sifət mövzusundayıq. İncə məqamları nəzərinizə çatdıran phrasing və yaxud da very extreme. Gradable dərəcələnən və yaxud da extreme, absolute, mütləq sifətlər vardır. Biz sizdən ungradable sifətlər haqqında yuxarıda məlumat vermişdik. Bəzi sifətlər adi dərəcədədirlər, cold, soyuq. Bunların qarşısına very, extremely, pretty, quite işlənir və daha da gücləndirir mənanı. Bəzi sifətlər isə özlərində artıq son dərəcə həddindən artıq mənasını ifadə etdiyinə görə heç bir dərəcə qəbul etmirlər. Bunlara misal olanlar phrasing dondurucu, cold, yəni həddindən artıq soyuq, exhausted çox yorğun, həddindən artıq, furious çox qəzəbli, delighted çox şad deməkdir. Extreme sifətlərin qarşısında very işlənə bilməz. Səhv variant very phrasing, very exhausted deyə bilmərik. Düzgün versiyası necə olmalıdır? Absolutely phrasing, completely exhausted, really phrasing. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərləri də faydalansınlar.